Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz nitrat turşusu, onun alınması və kimyəvi xassələri ilə bağlı olacaq. Nitrat turşusunun kimya formulu HNO3. Quruluş formulunu yazmamışdan əvvəl başqa bir məsələn sulfat turşusunun quruluş formulunu yazmağı yadımıza salaq. Oksigenli turşularda hidrogenləri alt-alta yazıb paralel oksigenə birləşdirirdik. Kükürt mərkəzi atom idi, burada yazırdıq. Sonra diaqonallar düzəldib kükürt oksigenləri birləşdirirdik. 4 oksigendən ikisini istifadə eləmişiksə ikisi qalırdı. Və oksigen atomları, kənarda qalan oksigen atomları iki qat rabitə ilə kükürdə birləşirdi. Və bu formulda kükürdün valentliyi 6 olurdu. İndi eyni yazılış qaydası nitrat turşusuna aid etsək, H, O, N yazıb, yerdə qalan iki oksigeni kənarlarda yazıb, iki qat rabitə ilə birləşdirsək, nəticədə azotun valentliyi 5 olacaq. Azot 5 valentli ola bilmədiyinə görə formul doğru sayılmır və azot nitrat turşusunun quruluş formulunu bu hallarda belə formada göstərə bilirik. Bu hər iki formulda azotun valentliyi 4-dür, oksidləşmə dərəcəsi isə müsbət 5-dir. Fiziki xassəsi nitrat turşusu rəngsiz mayedir, kəskin qıcıqlandırıcıya malikdir, tüstülənir. Zaman keçdikcə rəngi saralır. Bunun səbəbi nitrat turşusunu parçalanaraq qonur rəngli NO2 qaz əmələ gətirməsidir ki, bu qonur rəngli qaz da nitrat turşusunda həll olaraq ona sarı rəng verir. Laboratoriyada alınması nitrat turşusunun laboratoriyada natrium nitrata, kalium nitrata, qatı sulfat turşusu ilə təsir etməklə almaq olur. Hər iki halda nitratlar bərk halda olmalıdır, sulfat turşusu da qatı halda olmalıdır. Sənayedə alınması nitrat turşusunu sənayedə ammoniakdan 3 mərhələyə almaq olur. Birinci mərhələdə ammoniak oksigenlə katalitik reaksiya daxil olub NO əmələ gəlir. NO ikinci mərhələdə oksigenlə birbaşa reaksiya daxil olub adi şəraitdə NO2-yə çevrilir. NO2-ni su və oksigenlə birlikdə reaksiya aparanda əmələ gəlir HNO3. Bu reaksiyalarda başlanğıc maddə kimi azot götürsək, daha doğrusu götürməyə məcburuq, çünki ammoniak təbiətdə yoxdur, təbiətdə olan azotdur. Əvvəlcə azotdan ammoniak, sonra NO, sonra NO2, sonra HNO3 alındığına görə burada aradakı ammoniaka görə bu üsula deyirlər ammoniak üsulu və başlanğıc maddə kimi əgər ammoniak götürsək, 1 mol ammoniakdan elə 1 molda nitrat turşusu almaq olur. Çünki azot atomlarının sayı hər birində 1 mol olmalıdır. Məsələ həllini bizə lazım olacaq. Amma başlanğıc maddə kimi azot götürüb ammoniak almadan birbaşa NO alınarsa, bu sxem elektrik qövs üsulu adlanır. Yəni azot elektrik boşalması sayəsində NO-ya çevrilir və elektrik qövs üsulu adlanır. Bu üsulda da başlanğıc maddə olaraq azot götürüləndə 2 mol nitrat turşusu əmələ gəlir, 1 mol azotdan. Çünki azot atomlarının sayları bərabər olmalıdır. Bu da məsələdə bizə lazım olacaq. Kimyəvi xassələri. Nitrat turşusu turşuların xarakterik kimyəvi xassələrinə malikdir. Əsas oksidlərlə, amfoter oksidlərlə, qarışıq oksidlərlə, qələvilərlə ya da suda həll olmayan əsaslarla, ammoniakla və s. reaksiya daxil olur. Amma nitrat turşusunun qatılığından asılı olaraq metallarla müxtəlif məhsullar əmələ gətirməsi reaksiyaları da var. Məsələn, burada metalların aktivlik sırasını 3 yerə bölmüşük. Qüvvətli metallar, orta qüvvətli və passiv metallara. Passiv metalların içərisində qızılla platin yoxdur. Çünki qızıl platin nitrat turşusunda reaksiya daxil olmur. Amma passiv metallara bir plumbum da əlavə eləmişik. Plumbum nitrat turşusu ilə kimyəvi reaksiyalarda özünü passiv metallar kimi aparır. Burada məsələn birinci qüvvətli metalların qatı nitrat turşusu reaksiya tənliyi vermişik. Ən birinci gəlin bir şeyə baxaq ki, bu reaksiyaların hamısında duz və su var. Əgər baxırsınızsa hamısında duz və su var. Ən son məhsul, yəni ona reduksiya məhsulu deyirik. Nitrat turşusunun reduksiya məhsulu məsələn burada N2-dir. İkincidə N2O-dur, orta qüvvətli metallar duru nitrat turşusu ilə. Passivlər duruda NO, qüvvətli metallar qatıda N2O, orta qüvvətlər qatıda NO, passivlər də qatıda NO2 əmələ gətirir. Yəni fərq ancaq
son məhsul, yəni turşunun reduksiya məhsulu. Qalan hamısında duz və su əmələ gəlir. Məsələn, birinci üçün nümunə misal yazmışam. Natrium müstəqil qatı nitrat, duru nitrat turşusu. Natrium duru nitratda duz, su və sonda N2 əmələ gətirir. Onu sxemdə göstərmişdik. İndi ora kalsiyum və ya da kalium, litium özünüz yazıb da tənliq qura bilərsiniz. İkinci, orta qüvvətli metalların duru nitratla tənli reaksiyasından danışırıq. Burada reduksiya məhsulu N2O olacaq. Duz və su N2O əmələ gələcək. Üçüncü, passiv metalların duru nitrat turşusu reaksiyasından reduksiya məhsulu olaraq NO yaranacaq. Duzdan su yenə öz yerində qalıb olduğu kimi. Dördüncü, qüvvətli metallar qatı nitrat turşusu reaksiya daxil olanda N2O əmələ gətirəcək. Duzdan su yenə olduğu kimi var. Orta qüvvətli metallar 5-cidə göstərmişik. Qatı nitratla duz, su və NO yaradır. Reduksiya məhsulu NO olur. Passiv metallar qatı nitrat turşusu reaksiya daxil olanda isə duz, su və NO2 əmələ gətirir. Bu da reduksiya məhsulu NO2 olur. Bu reduksiya məhsullarına görə turşunun neçə faizinin reduksiya olunduğunu tapmaq olar. Məsələn, 6-cıdan başlasaq, misin qatı nitratla reaksiyasından başlasaq, onu burada göstərim. Məsələn, mis qatı nitrat turşusu reaksiya daxil olanda qısasını yazıram mən. 4 mol nitrat turşusundan 2 mol NO2 əmələ gəlib. Nitrat turşusunun azot müsbət 5-dir, burada isə müsbət 4-dür. NO2 qatı nitrat turşusunun reduksiya məhsuludur passiv metallarda. Ümumiyyətlə 4 mol nitrat turşusundan 2 mol NO2-nin yaranması turşunun 50%-nin reduksiya olması deməkdir. Yəni 2 bölünsün 4 vurulsun 100. Demək, NO2 əmələ gələndə turşunun 50% reduksiya olunacaq. NO yaranan reaksiyalara fikir verirsinizsə, bax, 2 yerdə NO əmələ gəlib. Passivlər duru nitrat turşusu ilə, bir də qüvvətlilər qatı nitrat turşusu ilə. Hər ikisində nitrat turşusunun əmsalı 8 moldur. Bax, burada da 8 moldur. Deməli, NO əmələ gələn reaksiyalarda 8 mol nitrat turşusu reaksiya daxil olacaq və 2 mol reduksiya məhsulu əmələ gələcək. 2 də 8-in 1/4-idirsə, bu da olacaq 25%. Yəni, NO-nun əmələ gəlməsi reaksiyalarda 25% turşu reduksiya olunacaq, 75% duzun alınmasına sərf olacaq. Sonra N2O-nun yarandığı reaksiyalara baxaq. N2O orta qüvvətli metallar duru nitrat turşusunda əmələ gəlirdi. N2O. Bir də qüvvətli metallar qatı nitrat turşusunda N2O əmələ gətirirdi. Bu reaksiyaların əmsallarına baxsaq, hər ikisində 10 mol HNO3 reaksiya daxil olub. 10 mol və 1 mol N2O əmələ gəlib. Reaksiya daxil olan turşunun mol miqdarı 10 moldur. Reduksiya məhsulunda azotun mol miqdarı da 2-dir, yəni N2-dir. Bu da 100-ə vuranda olacaq 20%. Demək, N2O alınan reaksiyalarda turşunun 20% reduksiya olunacaq. Qaldı sonuncu azot alınan reaksiyalar. Azot alınan reaksiyalarda turşu 12 mol olacaq, azot da 1 mol. Deməli, 12 mol turşudan N2 əmələ gələndə, yəni 2 azot atomu, 2 mol azot atomu reduksiya olunacaqsa, bu da eləyəcək 6-da 1 vurulsun 100%. Bax, bunlar testlərin izahında bizə lazım olacaq. Sonra 7-ci də alüminium, xrom, dəmir, nikkel metalları sulfat turşusunda olduğu kimi burada da qatı nitrat turşusu ilə soyuqda reaksiya daxil olmur, passivləşir deyirik. Sonra 8-ci xrom və dəmir metallarla bağlı qaydadır. Biz hələ sulfat turşusu, bir də xlorid turşusu dərsində öyrənmişdik ki, bu metallar, məsələn, sulfat turşusunda belə idi ki, duru sulfat turşusu reaksiya girəndə dəmirlə xrom 2 valentli olurdu, qatı sulfatlı isə 3 valentli olurdu. Sonra halogenlərdə öyrənmişdik, dəmirlə xrom metalları H-xlorla, yəni turşu ilə reaksiya girəndə 2 valentli idi, amma xlorun özü ilə reaksiya girəndə 3 valentli idi. Burada isə nitrat turşusu duru da olsa, qatı da olsa,
Hər iki halda dəmirin və xromun valentliyi 3 olur. Reaksiyada görürsünüz. Sonra nitrat turşusunun xüsusi xassələri də var. Məsələn, orta qüvvətli və qüvvətli metallar, daha doğrusu qüvvətli və orta qüvvətli metallar nitrat turşusu ilə amoniak və NH4 NO3 əmələ gətirə bilər. Turşunun miqdarından asılı olaraq reaksiyalar var, burada yazmışıq. Sonra nitrat turşusu qeyri-metallarla da reaksiya daxil olur, bəzi qeyri-metallarla. Bu reaksiyalarda bir qanuna uyğunluq var. Qeyri-metal neçə valentlidirsə maksimum valentliyi həmin valentliyə bərabər miqdarda NO2 əmələ gəlir. Məsələn, bor 3 valentli olduğuna görə 3 mol NO2 yaranıb. Karbon 4 valentli olduğuna görə 4 mol NO2 əmələ gəlib. Fosfor 5 valentlidir, maksimum valentliyi 5 mol NO2 yaranıb. Kükürdün də maksimum valentliyi 6-dır, 6 mol NO2 əmələ gəlib. Deməli, burada yaranan NO2-lərin mol miqdarı qeyri-metallın maksimum valentliyinə bərabər olur və həmin o qeyri-metalların turşuları əmələ gəlir. Hansı ki, bu turşuların içərisində qeyri-metal ən böyük valentliyini göstərir. Məsələn, borat turşusu, karbonat turşusu, ortofosfat turşusu və ya sulfat turşusu. Bu turşularda da kükürdün, fosforun, karbonun və borun valentliyi ən böyük qiymətdə olur. Sonra fosfor və kükürt duru nitrat turşusu ilə reaksiya daxil olur. Duru nitrat turşusu ilə reaksiyada hər iki halda NO əmələ gəlir. Yine əvvəldə olduğu kimi fosforun və kükürdün turşuları bir də əlavə olaraq NO yaranır. 11-ci qaydada nitrat turşusunun reaksiya getmədiyi maddələrdən danışırıq. Demək, qızıl, platin, silisium, silisium O2, H2O2, N2CO2, M-xlor, yəni xlorid turşusunun duzları, MeSO4, yəni sulfat turşusunun duzları ilə reaksiya daxil olmur. Heç bir turşu ilə reaksiya daxil olmayan qızıl, platin və silisium. Burada diqqətli olaq, silisium H-fluor ilə reaksiya daxil olur, amma qızılla platin heç bir turşularda həll olunmur. Bu iki metal qızıl, platin və silisiumu çar arağında həll etmək olur. Çar arağı 3 mol H-fluorla 1 mol HNO3-ün qarışığıdır. Bunu həm də zərhəl deyirik. Yəni, bu qarışım qızılı, platini və silisiumu həll edə bilir. Yəni, silisium, qızıl və platin bu çar arağında reaksiya daxil olur. Məsələn, qızılda qızıl xlor 3 NO və su yaranır. Platin yazsaq, platin xlor 4 NO və su. Silisiumda yazsaq, silisium xlor 4 NO və su əmələ gələcək. Növbəti qayda üzvü kimya ilə, üzvü maddələrlə bağlıdır. Biz alkanlar dərsində, spirtlər dərsində, selluloza dərsində, aromatik karbhidrogenlərdə və s. nitrat turşusunun reaksiyalarını görmüşdük. Yəni nitrat turşusu bəzi üzvü maddələrlə də reaksiya daxil olur. Məsələn, TNT yaranırdı, trinitrotolol, nitrobenzol var idi, trinitrogliserin var idi, trinitroselluloza var idi və s. Sonra nitrometan var idi, Konovalov reaksiyası demişdik ona. 14-cü qayda nitrat turşusundan heç bir metal hidrogen çıxarmır. Bunu öyrənmişdik hidrogenin alınmasında. Demək, hidrogenin alınmasında belə idi ki, hidrogenə qədərki metallar duru turşulardan reaksiya girib H2 əmələ gətirirdi, amma HNO3 bura aid deyil idi. Yəni, nitrat turşusundan H2 almaq olmurdu. Sonra 15-ci qayda orta aktiv metallar duru nitrat turşusu ilə N2, N2O və NH3 əmələ gətirə bilər. Yəni, reaksiyalarda turşunun miqdarından falan asılı olaraq bu məhsullar da yarana bilir. Sonra nitrat turşusu zülallardan sarı rəng əmələ gətirir. Bunu da öyrənmişdik amin turşular zülallar dərsində. Bu sarı rəngin yaranması zülalın molekulunda benzol həlqəsinin olduğunu göstərirdi. Tətbiqi nitrat turşusundan gübrələrin, boyaların, partladıcı maddələrin çar arağının istehsalında istifadə edirlər. O partladıcı maddə nitrobirləşmələr, trinitrogliserin, trinitroselluloza bunlara aid idi. TNT də bura daxil idi. Nitrat iyonunun təyini, hələ əvvəlki dərslərdən də bilirdik ki, nitrat iyonu, yəni NO3 mənfi, heç bir metalla çöküntü əmələ gətirmirdi. Ona görə onun təyini biraz fərqli idi digər turşu qalıqlarından. Məsələn, nitrat iyonunun təyini mis və qatı sulfat turşusundan istifadə etməklə təyin olunur. Nəticədə qonur rəngli NO2 qazı əmələ gəlir. Reaksiya mexanizmi belədir. Əvvəlcə mis qatı sulfat, daha doğrusu natrium nitrat qatı sulfat turşuda reaksiya daxil olub əmələ gətirir natrium sulfat və HNO3-ün qatısı. Həmin HNO3-ün qatısı mislə reaksiya daxil olanda kuprum NO2, su və axırda NO2 əmələ gətirir. Yəni, bu da olur nitrat iyonunun təyini.
Sonra nitrat turşusunun duzları dərsi gəlir. Nitrat turşusunun duzları, yəni MeNO3-lər suda çox yaxşı həll olan qüvvətli elektrolitlərdir və nitrat turşusunun duzlarını qızdıranda asanlıqla parçalanır. Və metalın fəallığından asılı olaraq fərqli məhsullar əmələ gəlir. Fikir verirsə, burada yenə metalların sırasını 3 yerə bölmüşük, amma litium qüvvətli metal olsa da onu orta qüvvətliyə daxil etmişik. Mis passiv metal olsa da bunu yenə orta qüvvətliyə daxil etmişik. Parçalanma məhsullarına görə, belə deyək. Məsələn, qüvvətli metalların nitratlarını parçalayanda duz və oksigen əmələ gəlir. Məsələn, natrium NO3-dən alınır, natrium NO2 və O2. Digərlər də onun kimi. Litium və mis daxil olmaqla orta qüvvətli metalların nitratlarını parçalayanda metalın oksidi, məsələn, burada yazmışam M2ON, NO2 və oksigen əmələ gələcək. Passiv metallarda isə metalın özü NO2 və oksigen əmələ gəlir. Və fikir verirsiniz ki, bunların hamısında sonda oksigen əmələ gəlir. Biz də oksidləşmə reduksiya reaksiyaları dərsində danışmışdıq ki, tərkibində NO3 olan maddələrin parçalanması oksidləşmə reduksiya reaksiyalarına aiddir. Çünki oksigen bəsit maddə kimi alınır. Bir də nitrat turşusunun belə bir duzu var, ammonium nitrat. Onun da parçalanmasından N2O su əmələ gəlir. Burada da yenə azotun oksidləşmə dərəcələri dəyişdiyinə görə bu reaksiyalarda oksidləşmə reduksiya reaksiyalarına aid olur. Bax, nitrat turşusunun duzları ilə bağlı ayrıca bir dənə dərs var. O dərs demək olar ki, bax, bu cədvəl üzərində qurulub. Testlərdə baxanda görəcəksiniz. Nitrat turşusunun duzlarının parçalanması oksidləşmə reduksiya reaksiyasına aiddir. Yazmış ki, metal misə qədər olduqda nə baş verir? Azot və oksigen metal misdən sonra olduğu isə 3 elementin dərəcəsi dəyişir. Bu nə deməkdir? Məsələn, baxın, metal, qüvvətli metallar, sonra litium, maqnezium, alüminium, mis də bura daxil olmaqla olarsa, hansı elementlərin dərəcələri dəyişir? Məsələn, bu reaksiyalarda natrium dəyişmir olduğu kimi qalır, azot və oksigenin oksidləşmə dərəcəsi dəyişir. Eyni, məsələn, litium, sinkin və ya misin də duzlarına baxanda metalların dərəcələri olduğu kimi qalıb dəyişmir, dəyişən azot və oksigen olur. Amma passiv metallar, yəni mis bura daxil deyil, civədən sonraki metallarda isə həm civə dəyişir, həm azot dəyişir, həm də oksigen dəyişir. Yəni, burada 3 element oksidləşmə dərəcəsini dəyişir. Nitrat turşusunun duzlarından gübrə kimi istifadə olunur. Məsələn, natrium nitrat, kalium nitrat, natrium şorası, kalium şorası gübrələrdir. Ammonium nitrat da gübrələrə aiddir. Ammonium şorasından partlayıcı maddələrin kalium şorasından qara baratın istehsalında da istifadə olunur. Qara baratın alınma reaksiyası kalium nitrat, karbon və kükürt qarışığının qızdırılıb partlaması qara baratın tərkibini göstərir və sonda kalium sulfid, karbon qazı və azot əmələ gəlir. Bunlar mövzumuza aid qısa nəzəri qaydalar. İndi mən əlimdən gəldiyi qədər bu qaydaları sadələşdirməyə çalışmışam. Onsuz da bilirik ki, nitrat turşusunun kimyəvi xassələri çox mürəkkəb reaksiyalardan doludur. Mümkün olduğu qədər mən onu sadələşdirməyə çalışdım. Ümid edirəm dərslərimizdə, testlərin həllində bizə yaxından kömək edəcək. İndi də testlərin izahlarına baxaq. Dediyimiz kimi yenə də sizin nisbətən çətinlik çəkə biləcəyiniz testlərin izahına baxacağam. Testlərə baxaq. Test toplusundan nitrat turşusu bölməsinə baxırıq. Bölmənin əvvəllərində çətin suallar yoxdur. Bunları mən əminəm ki, siz asanlıqla həll edəcəksiniz. Məsələn, burada bir çətin suallar görmürəm. Bunlar hamısı sizə qalsın. Məsələn, 21-ci misalı izah edərəm. Nömrə 21. X maddəsi ola bilməz. Hansı maddə ola bilməz X maddəsi? Deməli, nitrat turşusuna X maddəsi əlavə olunub və su əmələ gəlib. Deyir ki, bu X maddəsi hansı ola bilməz? Yəni, hansı maddəni yazsaq su alınmaz, o deməkdir. Məsələn, mis nitrat turşusu ilə reaksiya daxil olanda nitrat turşusunun H2 alınmır. H2 alınmayan reaksiyalarda həmişə əvəzinə su əmələ gəlirdi. Bu sulfatda da belə idi. Qatı sulfatda hidrogen alınmırdı, əvəzində su əmələ gəlirdi. Nitrat turşusu duru da olsa, qatı da olsa həmişə su alınırdı. Yəni, bu mis ola bilər orada olsun.
Çünki su əmələ gəldi. Bu D variantı ilə B variantı karbonat turşusunun duzudur. Məsələn, birini yazıram, kalsium karbonat, üzərinə gəlsəm nitrat turşusu, X-in yerinə kalsium karbonat qoydu. Nitrat turşusu da burada var idi. Burada nitrat turşusu qüvvətli turşu olduğuna görə kalsium karbonatla reaksiya daxil olacaq kalsium NO3 2, yəni kalsium nitrat və yerdə qalacaq H2CO3. Karbonat turşusu da davamsız turşu olduğuna görə su və CO2-yə parçalanacaq. Buradan da CO2 əmələ gələcək. Eyni D ilə B variantlarında. C variantı açıq aydın görsənir ki, əsasdır. Əsasdan turşu duzla su əmələ gətirir. Deməli, cavab olacaq burada Y variantı. Y variantını yazsam, NH4 2S üzərinə gəlsə nitrat turşusu, dəyişmə reaksiyası baş verirsə, uzaqla uzaq, yaxınla yaxın birləşəcəksə, NH4NO3 və H2S əmələ gələcək. Buradan su alınmayacaq. Deməli, cavab olacaq B variantı. Bu növbəti suallar məncə sadədir. Məsələn, 25-in 26-nın reaksiyaları da var. Qaydada oradan da baxıb yaza bilərsiniz. Məsələn, 27-ci misalı izah edim. 27-də sxem verilib. NH3-dən əmələ gəlib NO. Nitrat turşusunun alınma sxemidir. NO-dan əmələ gəlir NO2. NO2-dən də əmələ gəlir HNO3. Birinci reaksiyanın çıxımı 50%-dir. Yəni, birinci reaksiyanı 50%-dən göstərdim. İkinci və üçüncü reaksiyaların çıxımları 80%-dir hər ikisi. 80%, bu da 80%. Biz mərhələləri faizlərini ifadə edəndə bir də birbaşa mərhələni tapa bilirdi, neçə faiz olurdu. O birbaşa mərhələni tapmağın yolu faizlərini tapmaq idi. Məsələn, əvvəlcə 50-nin 80%-ni tapırıq. Bax, çıxımda görsənir, bu 50-nin 80%-i. 50-nin 80%-nə qeyd edəcək 40. Sonra 40-ın sağdakı 80%-ni tapırıq. 40 vurulsun 80 bölünsün 100, bu deyilir 32%. Deməli, birbaşa reaksiyanın çıxımı olur 32%. Bizə verilib 50 mol amoniyakdan. 50 mol amonyak, bəli. Deməli, 50 mol amoniyakdan neçə mol nitrat turşusu alınar? Və dərsin gedişatında danışmışdıq ki, 1 mol amoniyakdan, elə 1 mol da turşu əmələ gəlirdi. Deməli, 1 mol amoniyakdan 1 mol turşu əmələ gəlirsə, belə çıxır ki, 50 moldan da 50 mol turşu əmələ gələcək. Amma çıxım 32%-dir və X oxun sağ tərəfindədir. X oxun sağ tərəfində olanda çıxım məsələlərində aldığımız cavabı, yəni 50-ni vururduq bizə verilən, yəni 32%-ə bölürdük 100%-ə, bu deyirdi 16%. Daha doğrusu 16 mol, üzürlü sayın 16 mol. 28-ci misal məncə sadədir, özünüz yaza bilərsiniz. Hansında bəhs etmə adlarını, reaksiyalar tanışdır sizə. 29 qonur rəhli qaz əmələ gəlmir. Nitrat turşusunun duzlarının parçalanması ilə bağlıdır. Onu da tapacaqsınız, sadədir. 30, 31 bu misalları əminəm ki, həll edə biləcəksiniz. Məsələn, 39-cu misala baxaq. Nömrə 39. Hansı reaksiyalarda X nitrat turşusu ola bilməz? Deməli, nitrat turşusu ola bilməz. Yəqin ki, bunun biri hidrogen alınan reaksiyadır. Çünki hidrogen nitrat turşusundan alınmırdı. Deməli, ikinci reaksiya nitrat turşusu ola bilməz. İkinci reaksiya ola bilməsə D-ni buradan ataq. 2 yoxdur burada. C-ni də ataq. Sonra X maddəsi nitrat turşusudursa, HNO3-dürsə, HNO3-ü sinklə reaksiya aparsaq, sink NO2 əmələ gələcək. Deməli, ola bilməz deyirdi bizə. Mən doğru seçmədim onları, bunları silək. Deməli, üçüncüdə nitrat turşusu ilə sink reaksiya gəlsə, sink NO3 alınacaq. Bu nitrat turşusudur. Yəni, 3-lər olmayacaq variantlarda.
X-dan da ki, H2 əmələ gəlibsə, ikinci reaksiyada bu nitrat turşusu ola bilməz. İki variantı bizdə qalmalıdır, demək, D də olmayacaq. Qaldı sonuncu. Sonuncuda X-a HNO3 desəm, üzərinə də NH4 xlor əlavə edəndə, əmələ gəlir burada NH4NO3, üstünə gəl H xlor. Burada NH3 deyə maddə əmələ gəlmədi. Deməli, X maddəsi burada HNO3 deyilmiş. Cavab onda olacaq 1 və 2, yəni Y variantı. X HNO3 ola bilməyəcək burada. 40 da qalsın sizə. Məsələn, 41 sadə misaldır, məncə öz həll edəcəksiniz, sizin olsun. 42-ci misal da sadədir. Bu misalların hamısını sizə saxlayıram. Sadə suallardır. Civə qatı nitratdan NO2 əmələ gətirir. Bax, bunlar da sadədir. 52-ci misalda nitrat turşusunun xassəsinə aiddir. Məsələn, istəsə baxa bilərik buna. X qatı ilə də duru ilə də reaksiya getməyibsə, qatı və duru ilə getməyən platin və qızıl metalları idisə, platin, bax, bunları götürə bilərik. Y qatıda NO verib. Qatıda NO-nu verən orta qüvvətli metallardırsa, civə olmazsa, yəni qalacaq cavab B variantı. Buradakı reaksiyalar məncə çətin reaksiyalar deyil. Bunlar da sizin olsun. Eyni buradakı reaksiyalarda. Sonra 57 qeyri-metalın nitrat turşusu reaksiya tənli, bu da sadədir. 58-də əmsallaşdırma ola bilər. Baxaq buna. 58. Qatı nitrat turşusu ilə sinkin reaksiyasından. Deməli, sink üstə gəl qatı nitrat turşusu. Buradan sink nitrat 100% alınacaq. Sink NO3 2 və 4 qram ammonium nitrat alınır. Nitrat turşusundan su da həmişə alınırdı. Son məhsul olaraq NH4 NO3 əmələ gəlib. Əvvəlcə biz bu tənli əmsallaşdırmalıyıq. Elektron balansından istifadə eləsək, sink 0-dan gəlib müsbət 2-yə 2 elektron verib, sink 0-dan gəldi sink müsbət 2-yə 2 elektron. Azot da müsbət 5-dən dəyişib NH4 NO3-ə gəlib. NH4-də qayda var idi. Azot mənfi 3 idi. Deməli, azot müsbət 5-dən gəlib olub azot mənfi 3. Bu da olur 8 elektron. Deməli, 2, 8 yazdıq. İxtisar apardıq. Qaldı 1, 4. Yerlərini dəyişdirdik. 4 ilə 1. 4, sink müsbət 2-nin əmsalıdır. Yazdıq bura 4. Sink də 4 oldu. 1, azot mənfi 3-ün əmsalıdır. Azot mənfi 3-ə 1 yazdıq. Qaldı azotların ümumi sayını tapmaq. Bax, bu formulda azot 4, 2-nin 8-dir. 1 azot burada var, 1 azot da burada varsa, elde 10 azot. Onda bura bir 10 yazmalıyıq. 10 hidrogen yarandısa, 4 dənəsi NH4 NO3-də var. 6-sı çatmırsa, bura bir 3 yazanda tənliyi bərabərləşir. Bizə deyir ki, 4 qram ammonium nitrat yaranmışdır. Bax, bu 4 qram ammonium nitrat budur. 4 qram. Ammonium nitratın da öz molyar kütləsini 80 veriblər. Neçə qram nitrat turşusu reaksiya daxil olar? Nitrat turşusunun üzərinə yazıram x qram. Aşağıda olacaq, qramla soruşur. Bəli. 10 vurulsun 63. 10 əmsalı da 63 də molyar kütləsidir. Bunları sildi. Arada 80 də getdi. Düzəldək onu. 80. Demək, tənasib qursaq belə. 0 ilə 0 buradan gedəcək. 4 ilə 8 aşağıda qalacaq 2. 63-ü 2-yə bölməliyik yəqin. O da eləyər 31,5. Belə. Məsələn, 59-cu misala da baxa bilərik. Nömrə 59. Çox da mürəkkəb misal deyil, amma yenə baxaq. Artıq miqdarda götürülmüş duru nitrat turşusunun mislə reaksiyasından. Deməli, mis üzərinə gəldiyi duru nitrat turşusu. Əmələ gələcək kuprium, NO3, 2. Su həmişə var idi, duzdan su və NO yaranır, turşu duru olanda.
nitrat turşusunun durusundan NO əmələ gəlirdi. Reaksiyasından alınan qazın oksidləşməsi 3. Alınan qaz NO-dur. NO-nu oksidləşdirsək, oksigenlə adi şəraitdə reaksiya daxil olub NO2 əmələ gəlir. 2 mol, bu da oldu 2 mol. Oksidləşməsindən 4,48 litr oksigen sərf olub. Oksigen üzərinə 4,48 litr yazıb aşağıya da bir 22,4 yazsaq, litr altında 22,4 yazırdıq, əmsalı da yoxdur. Reaksiyaya neçə qram mis daxil olub deyir, x misə yazdım, özü də hələ qalsın, çünki əmsallarını bilmirik. Deməli, ən birinci işimiz reaksiyanı əmsallaşdırmaqdır. Əmsallaşdırmaq üçün yine elektron balansından istifadə eləsək, mis sərbəstdə 0-dır, gəlib olub müsbət 2, yəni 2 valentlidir. Azot müsbət 5-dir, gəlib NO-da olub müsbət 2. Balansı burada quraq, sonra silərik. Mis 0-dan mis müsbət 2-yə gələndə olur 2 elektron vermək. Azot müsbət 5-dən azot müsbət 2-yə gələndə olacaq 3 elektron. Deməli, 2 ilə 3 yerlərini dəyişdirəcəm, olacaq 3 və 2. 3 mis müsbət 2-nin əmsalıdır. Yazdım bura dənə 3. Elə misə də 3 yazıram, mislər bərabərləşir. 2 azot müsbət 2-nin əmsalıdır. Bura bir 2 yazanda qalan şeyləri buradan silək, sadələşsin. Azotun sayını düzəltsək, 3, 2-nin 6 azot burada var, ikisi də burada varsa edir 8 azot. Demək, turşu yazıram 8, 4 də su yazana tənliyi bərabərləşir. Onda olacaq burada 3 vurulsun 64 misin kütləsi. Deməli, bu iki reaksiyanı əlaqələndirən maddəmiz NO-dur. Baxırsınız, NO burada da var, NO burada da var. Ona görə birinci, əvvəlcə ikinci reaksiyadan NO-nun neçə mol olduğunu tapaq. Məsələn, x mol yazaq, burada bir 2 mol yazaq. Və tapdığımız cavabı qətə birinci tənlikdə qoyaq, misi tapaq. Yaxşı, qarışmasın deyə bu x mol yazmadım, y mol yazdım. Onda y bərabər olacaq, nəyə? Bunlar getsə yuxarıda qalacaq 0,2, 0,2-ni 2-yə vuranda olacaq 0,4 mol. NO tapdıq. Həmin o NO-nu gətirib yuxarıda yazsaq 0,4, aşağıda 2 mol yazanda yine belə bir tənasüb əmələ gəlir. Qalır buradan x-i tapmaq. X də bərabərdir. Bunlar getsə yuxarıda qalacaq 0,2. 3'ə vursaq fərqləyək 6 olsun. Sonra 10 dəfə azaldarıq. 6 4-ün 24. 4 2 yadda. 6 6'ın 36. O da 2 38. 10 dəfə azaldanda 38,4 edəcək. Burada məsələn 60 sadə misaldır. 61 nədir burada? Misdən dəmir, nitrat turşusundan reaksiya daxil olub. Duz su həmişə var idi, yadınıza gələ danışmışdıq. Ortaq bir dənə A maddəsi əmələ gəlib. Mis belə idi, duruda NO verirdi, qatıda NO2 verirdi. Dəmir orta qüvvətli metaldır. Duruda N2O verirdi, qatıda NO verirdi. Yəni bu durunun, bu da qatının, bu durunun, bu da qatınındır. İndi hər ikisində olan NO-dur. Görürsünüz, bax NO burada da var, burada da var. Deməli, A maddəsi ortaq maddədirsə bu NO-dur. Mis duru turşu əmələ gətirirdi, dəmir qatı əmələ gətirirsə cavab duru qatı B variantı eləyəcək. 62 sizin, bax bu suallar hamısı sizin olsun. Halal xoşunuz həll eləyərsiniz. 65-ci misalda deməli nə ilə reaksiya verilib? Qatı nitrat turşusunun kükürtlə reaksiyası verilib. Belə bir misaldan bir dənə yazaq, amma tənliklər var idi. Qaydadan da baxa bilərsiniz əmsallarına. Bir dəfə də əmsallaşdırarıq. Deməli, qatı nitrat turşusunun kükürtlə reaksiya tənliyi. Misal 65. Nömrə 65. Kükürt üzərinə gəldi HNO3. Kükürt qatı nitrat turşusu ilə reaksiya daxil olanda danışdıq ki, kükürdün ən böyük valentliyindəki turşu əmələ gəlir. Su burada var. Bir də əlavə olaraq NO2 əmələ gəlirdi turşu qatı olanda. Deməli, S0-dan gəlib olub müsbət 6, azot müsbət
5-dən gəlib olub müsbət 4. S 0 imiş. S müsbət 6 olanda eləyəcək 6 elektron. Azot müsbət 5 imiş. Azot müsbət 4 olanda olacaq 1 elektron. Yerlərin dəyişdirəndə 1 yuxarı 6 aşağı düşsə, 6 azot müsbət 4-ün əmsalıdırsa, bura bir 6 yazarıq müsbət 4-ün qarşısında. Bir də ki, S müsbət 6-ın əmsalı, bura 1 yazarıq. Sağda 6 mol azot varsa, bura bir 6 qoysaq. S 1 moldur, bura 1 yazsaq. 6 hidrogen oldusa, burada yazarıq yəni 2. Çünki ikisi turşunun içərisində var idi, cəmi olacaq 4. Mol miqdarı, üstlərini silək, bizə mane olmasın. Mol miqdarı ən çox olan X-dir. Burada mol miqdarı ən çox olan NO2-dir. Mol miqdarı ən az olan Z-dirsə, bu da sulfat turşusudur, molu ən az olan. Burada Z yazsam 1 moldur. Deməli, Y olacaq su. Deyir ki, Y sudur, bəli, bir düzdür. Z NO2-dir, səhvdir. X H2SO4-dür, bu da səhvdir. Cavab olacaq yalnız 1. Onda 66 sizin olsun. 67 də buna oxşar reaksiya. Nitrat turşusunun parçalanması var. Sxemdən baxacaqsa tənli yazıb həll edəcəksiniz də, bunu mən deməyim. Bunlar da sizə qalsın. Kalsiyumdan misyen qatı duru nitrat turşusuna məhsulların bilirik. Sadə misaldır. 70-də kalsiyum qatı, daha doğrusu kalsiyum nitrat turşusuna gedib B maddəsi əmələ gətirib. Natriumdakı nitrat turşusundan A maddəsi əmələ gətirib. Həmin o maddələr də NH4 NO3-ün parçalanmasından alınıbsa, demək 70-ci misal deyirəm. NH4 NO3-ün parçalanmasından əmələ gəlir N2O və su. Nitrat turşusunun duzlarının parçalanmasının ən son reaksiyasıydı bu. Deməli, N2O-dan su. N2O su indi hansına aid eləyə bunları? Kalsiyum qatı nitrat, duru və qatı bilmirik, B əmələ gətirib. Bu birisi qatı sulfat turşusudur. Sulfat turşusu daha doğrusu. Deməli, N2O əmələ gələn aydın məsələ ki, bu nitrat turşusuna aid olacaq. B olacaq N2O. Onda su da əmələ gələcək sulfat turşusunda. Bu da olacaq H2O. Natrium nə vaxt su verər sulfat turşusu olanda? Qatı halda reaksiya baş versə, qatı, deməli, Y-ə qatı deməli isə, qatı burada var, bir də burada var. Bir də kalsiyum nə vaxt N2O verir? Qatı nitrat turşusunda. Deməli, bu da qatı olacaqsa, cavab olacaq Y variantı. 71 sizin, 72-ni yaza bilərik. Nömrə 72. Nitrat turşusunun parçalanması verilib. HNO3. Nitrat turşusu işığın təsirindən parçalanansa, parçalandıqda su, NO2 və O2 qazı əmələ gəlirdi. Reaksiyadan alınan bəsit YZT. Bunlardan biri NH3-dən reaksiya daxil olub. Suda NH3-dən reaksiya daxil ola bilər. Oksigen də NH3-dən reaksiya daxil ola bilər. Reaksiyadan alınan bəsit, alınan maddələrin sayı bəsit yoxdur, bir dənə mürəkkəb maddə əmələ gəlir. Deməli, NH3 oksigenlə adi reaksiya verilib. Daha doğrusu T ilə adi reaksiya verilib, katalitik falan deyil və mürəkkəb maddə əmələ gətirib ancaq. Ancaq mürəkkəb maddə əmələ gətiribsə, bu H2O olacaq. Çünki NH3 ilə su reaksiya daxil olanda əmələ gəlir NH4OH. Ancaq mürəkkəb maddə əmələ gəlirsə, onda T maddəsi su imiş. YNH3-dən bir bəsit bir mürəkkəb maddə əmələ gətirib. NH3-dən bir bəsit bir mürəkkəb, onda bu oksigen olacaq. Niyə? Çünki NH3-ü oksigenlə reaksiya aparanda yanma reaksiyası idi. Azot və su əmələ gəlirdi. Bir bəsit bir mürəkkəb. Onda Y oldu NH3. Yerdə qalacaq NO2-də yəqin ki Z maddəsi olacaq. YZ T maddələri müəyyən edin. Onları müəyyən etdiyi özünüz variantı seçərsiniz. 73-cü misalda 4-cü dövrün əlavə yarımqrup metalları verilib.
S yarım səviyyəsində 2 elektron, D-sində 6 elektron varsa, bu 3D6, 4S2 idi. Yadınıza gəlirsə, atom quruluşu dərsindən bunu tərsindən oxuyurduk. 2-dən 6-nı eləyirdi, 26. 26-cı element orada verilib dəmirdir. Bu oldu X metalı. Sonra Y 3D10 verilib. Bax, D-də 10 verilibsə yazırıq buradan 3D10, 4S1, S-ə də 1 veriblər. Bu da əlavə yarım qrup elementidir. Əlavələrdə əslində bilirdik ki, 4S2 olmalı idi. Onda bunun birini geri qaytarsaq, uçurum olan metaldır bu. Və tərsindən oxuyanda bu 29 eləyir. 29-cu element də hansı element idi? Mis idi. Bu da oldu Y elementi. Z 3D10, 4S2 verilibsə, 3D10, 4S2. Artıq burada D tam dolubsa, üzərinə 20 gələndə 30 eləyirdi. 30-cu element zinc idi. Orada da verilib zinc. T elementi isə 3D5, 4S1 ilə göstərilib. 3D5, 4S1. Bu da əlavə yarım qrup elementləridir. Əlavə yarım qrupda 4S2 yazsaq, axırına 2 qoysaq, məcbur 5-dən 1-in qaytaracaq isə qalacaq burada 3D4. Və bunu əksindən oxuyanda 24 əmələ gələcək. 24-cü elementdə xromdur. Yəni bu da oldu, T-də oldu xrom. Bizdən soruşur ki, hansı metallar qatı soyuq nitrat turşusu ilə reaksiya daxil olar? Qatı soyuq nitrat turşusuna reaksiya daxil olmayanlar alüminium, ferrium, xrom, bir də nikkel idisə, deməli X daxil olmaz. Xrom, yəni T daxil olmaz. Yerdə qalacaq mis ilə zinc, yəni Z ilə Y. Bunlar məncə asan suallardır. Ya da ki, 74-ün o biraz sözü dolayısı yolla veriblər. Onu izah edeyim. Hansı turşuları metallarla reaksiyasında hidrogen elementi oksidləşdirici deyil? Məsələ odur ki, yəni turşudan hidrogen alınmasın deməkdir. O da nitrat turşusuna 100% eləydi. Bir də qatı sulfat turşusunda hidrogen alınmırdı. Yəni bu reaksiyalarda oksidləşdirici hidrogen olmurdu. Yanında kükürdü və yaxud da azot olurdu. Məsələn, belə bir tənlik yazıram, tutaq ki, mis üzərinə gəl HNO3, duru və ya da qatı olsun. Alınır kuprim NO3 2, duru olsa NO, qatı olsa NO2 və su. Məsələ nədir? Nitrat turşusunda azot müsbət 1-dir, suyun da hidrogeni müsbət 1-dir. Hər ikisində hidrogen dərəcəsi eyni qalıbsa, demək oksidləşdirici olmur. Oksidləşdirici olan burada azotdur. Müsbət 5-dən müsbət 2-yə və yaxud da müsbət 4-ə gəlib. Sulfat turşusunda eyni bunun kimi. Yəni, hansı turşularda hidrogen oksidləşdirici deyil deyirsə, deməli orada hidrogen alınmır deməkdir. Qalanlar isə qalsın. Bunlar da sadə misallardır. Nitrat turşusunun reaksiyası, parçalanma reaksiyası verilib. Nitrat turşusunun parçalanma reaksiyasında, məsələn, 80-ci misal, buna oxşar bir misal yazdıq o bir tərəfdə. HNO3-ü parçalayanda işığın təsirindən əmələ gəlirdi su, NO2 və O2. Əmsalları da necə idi? Deməli, tutaq ki, balans qalsın, belə özümüz əmsallaşdırmağa çalışaq. Sağda oksigen 1-dirsə, bax, ikisi burada cütdür, bax, buradakılar. Sudakı təkcə bura 2 yazsam cüt olar. 4 dənə H varsa bura 4. NO2 də 2 yazanda 4 üçün 12. 2 yox, üzr istəyirəm. NO2-də burada azot 4 oldu HNO3-ün içərisində. Burada 4 yazsaq tənlik bərabərləşəcək. Deməli, mol sayı 3, 2, 1 verilib. Ən çox olan 3-dürsə mol sayı. Burada mol sayı ən çox olan NO2-dir. Çünki 4 moldur. Bu isə 2 moldur. Oksigen də 1 moldur. Deməli, 3 maddəsi NO2-nin göstərilmiş. Mol ən çox olandır. NO2 haqqında məlumatlar, məsələn, şəffaf mayedir, səhvdir. Qonur rəngli qazlar düzdür. Bütün nitratların parçalanmasından alınır, bu səhvdir. Çünki qüvvətli metalların nitratları parçalananda NO2 əmələ gəlmirdi. Suda həll olunmur, səhvdir, suda həll olur. Havadan ağırdır, bəli, 46 demirik.
Nitrat turşusu istehsalında istifadə edilir. Bəli, ikinci mərhələdə NO2 alınırdı. Üçüncü mərhələdə də NO2 su və oksigenlə birləşib H2NO3 əmələ gətirirdi. Cavabı söz seçəcəksiniz. 81 də sizə qalsın. 82-də nitrat turşusunun parçalanma reaksiyası yazmışıq. Rəqəmlər yerinə qoyub həll eləmək sizin olsun. Məsələn, 83-də neytrallaşma reaksiyasıdır. Bu da mürəkkəb misal deyil, amma yenə yazım. Sualların çox qalmasın dərsimizə. Mis OH2-nin neytrallaşması üçün kuprium OH2-nin neytrallaşmasında neytrallaşma turşunun H ilə əsasın OH-ı bərabər olsun deməkdirsə, heç bunun sağ tərəfinə ehtiyac qalmır. Turşunun əmsalına bir dənə 2 yazsam, H-dan OH bərabərləşəcək. Amma yenə də reaksiyanı yazaq. Reaksiyada eləyir kuprium NO3 2 və su. Özdə 2 mol su əmələ gələcək. Amma qısa sol tərəfi yazmaqda bəs eləyərdi. Kuprium OH2 verilib 19,6 qram. Neçə qram? 6,4 faizli H2NO3. Neçə qram? Yəni x qram. X-in də 6,4 faizli nitrat turşusudursa, bu deyəcək 0,063x. Yəni 1000-də 63x. Bu olacaq 2 vurulsun 63. Kuprium OH2-nin də emeli 98-dir. Tənasüb yaranandan sonra x-i tapacağıq buradan. Deməli, neyini? 2 ilə 98 x çarpıra burada qalsın 49. 1000-də 63x-dən 63x çarparanda bu yuxarıda x, aşağıda 1000 qalacaq. 19,6 ilə 49 getsə yuxarıda qalır 0,4. Onu da 1000-ə vuranda x bərabər olacaq 400-ə. 84 sizin olsun. Buna oxşar misaldır. 85 azotun dərəcələrinin dəyişməsi sxemlərə görə verilir. Məncə bu da sadədir. Reaksiyaların hamısının sağ tərəfinin sxemlərdən bilirdik. Nitrat turşusunun duzlarının parçalanması mövzusuna bağlı testlər var burada. Nitrat turşusunun duzları dərsi. Bunların içərisindən hansını sizə izah edeyim? Yəni, o qədər sadə suallardır ki, bunlar hamısı nitrat turşusunun duzlarının parçalanması ilə bağlıdır. Çox sadə misallardır bunlar. Məsələn, burada mürəkkəb misal mən görmürəm daha doğrusu. Bunlar sadələrdir. Məsələn, neçə qram, neçə qaz qarışıq. Məsələn, tutaq ki, 29-da deyir ki, nömrə 29. 1 mol kuprium NO2-nin parçalanmasından kuprium NO3 2 parçalananda kuprium O üstə gəl NO2, yaxşı yazılmadı. Kuprium O, NO2 və O2 əmələ gəlirdi. Tənqidlə misallaşdırmağa kuprium ilə başlasaq, oksigen tək olduğuna görə 2 yazdım. Burada 2 yazanda NO2 düşəcək 4 mol. Şərtdə deyir ki, 1 mol kuprium NO2-nin parçalanmasından neçə litr qaz qarışığı alınır? Qaz qarışığı NO2 ilə oksigendir. Yazıram burada x litr. Aşağıda da olacaq qaz qarışığı 5 moldur. 5 vuracaq 22,4-ə. 4 mol NO2, 1 molda oksigen. Kuprium NO2-nin də özü əmsalı 2 moldur. Tənasib qursaq 22,14-dən 2 gedəcək. Qalacaq 11,2. Onu da 5-ə vuranda olacaq 56 litr. 30 da bunun kimi sizə qalsın. Bax, bunlar hamısı sadə parçalanma reaksiyalarına aiddir. Məncə, bunlar deməyin bir mənası yoxdur. Məsələn, 37-ci misala baxa bilərik. Nömrə 37. Deməli, X duzu suda həll olması yaxşıdır. Deməli, fikir versəz, duzların içərisində ya NO3 var, ya da ki, NH4 var. Tərkibində NO3 və NH4 olan bütün duzlar suda yaxşı həll olursa, bu bizə kömək eləmədi. Məhlulda dəmirlə reaksiya daxil olması. Yazıb daxil olmur. Yəni, dəmir oradakı metalı sıxışdırıb çıxara bilmir. Dəmirin çıxara bilmədiyi metal, bax, A variantındakı maqnezium olacaq. Termiki parçalanmasından oksidləşmə dərəcəsi dəyişən elementlərin sayı 2-dir. Qaydaya görə danışmışdıq ki,
deməli, misə qədər mis də daxil olmaqla nitratları parçalayanda 2 element dərəcəsini dəyişirdi. Maqnezium da misə qədər ki metaldırsa, cavab elə yenə A variantı eləyəcək. 38 qalsın sizə, 39 da sadə misaldır. Cədvəldən qorxmayın, duzların parçalanma cədvəli reaksiyasına aid olacaq. 40-41 də məncə sadədir, bu da onun kimi. Hamısı nəzəri suallardır. Reaksiya gələ bilər ki, bunları həll eləyək. Bunlar da mən saxladım sizə. Məsələn, 46-da sink NO2-nin parçalanmasını yazaq. 46. Sink NO3 2 parçalansı eləyir sink O, NO2 və O2. Əmsallaşdırsaq, deməli, yenə oksigen tək olduğuna görə sink O2 yazdım. Burada 2, azotu da 4. X, Y, Z verilib. Mən də bilmirəm hansıdır onu. Protonların sayından tapacağım. Deməli, protonların sayı ən çox olan C-dir. Gəlin, birinci hamısı bunların protonlarını axtaraq. Əmsallara baxmayacaq da, aydın məsələdir. Oksigenin protonu 8-dir, 2-yə vuranda eləyir 16. Azotun protonu 7-dir, 16 da oksigendə var. 7 ilə 16 eləyəcək 23. Sinkin protonu 30-dur, oksigendə də 16 varsa, oldu 46. Yəni, protonlar ən çox olan C-dirsə, deməli, C-də hansı maddə yoğundur? Z maddəsini. Onda belə çıxır ki, sink O, Z imiş. Protonlar ən az olan A maddəsidir. A da nəyə aiddir? X-a. Onda X də oksigen imiş. NO2-dən də qalacaq Y maddəsi. Və bunlardan hansı su ilə reaksiya daxil olar? Amfoter oksidlər su ilə daxil olmaz, oksigen də daxil olmaz. Yerdə qalır NO2, yəni Y maddəsi. 47-də alüminium nitratın parçalanması verilib. Məncə bunu tapa bilərsiniz, o da sizə qalsın. 48 də sadə parçalanma reaksiyası idi. Hansılar doğrudur? Bu nitrat turşusunun reaksiyalarına aid olanlar da qalsın sizə. Yazanmasız, yenə baxarıq. 51 də nitrat turşusunun duzların parçalanmasıdır. Mürəkkəbləri tapıb göstərəcəksiniz. Bunların hamısı verdim sizin olsun. Mis-2 nitratın termiki parçalanma reaksiyası məhsullarının mol sayı. Məsələn, mis-2 nitratın parçalanması ilə sink NO2-nin parçalanmasının eyni reaksiyada. Misalları da burada var. Rahat misalda olsun sizin. 58-də civə NO2-nin parçalanması verilib. 1 molunda olan atomların sayı 1, 2, 3. Alınan, məncə bu da sadə sualdır. Asanlıqla həll edə bilərsiniz bunu. Ya da istəyirsiniz birini yazaq buna aid. 58-ci misal. Civə NO2-nin parçalanması. Əslində sadə misal idi. Civə, NO2 və O2 alınırdı. Misdən sonraki metallarda. Əmsallaşdırsaq, NO2 bir 2 qoysa tənli bərabərləşir. 1 molunda olan atomların sayı 58 bu tərəfdə yazaq, mani olmasın. Nömrə 58. Deməli, 1 molunda olan atomların sayı 1-dirsə, bu elə civəni göstərir. Alınan maddənin mol sayı, bax, civəni göstərirsə, civənin də əmsalı burada 1-dir. Deməli, A bərabər oldu 1-ə. 1 molundakı atomların sayı 2-dirsə, onda bu da oksigeni göstərir, 2 atomu var. Onu da B ilə göstərə bilərsə, B də bərabər oldu 1-ə. Əmsalı bax 1-dir. Onda 3 atom NO2-nin içərisində varsa, onu da C ilə göstərə bilərsə, C-nin də əmsalı, C də yəni 3-dür. Daha doğrusu 3 ilə göstərə bilərsə, əmsalı da 2-dir. C də olacaq 2. A, B, C-ni müəyyən edin. 1, 1, 2 cavabı götürəcəksiniz. Sadə sualıymış. 59 da qalsın sizə eyni belə misaldır. 60, 61 də sizə saxladım. Bax, bunlar hamısı sizin. Məsələn, 63-cü misala baxa bilərik. Kuprium NO2-ni parçalayanda, kuprium NO2-nin parçalanma tənlini yazıram. 63. Kuprium NO3 2. Parçalananda eləyir kuprium O, NO2 və O2. Əmsalların yazmaya ehtiyac yoxdur. Hansı maddə mis-2 oksiddir soruşur.
Bu maddələrin biri X-dir, biri Y-dir, biri də Z-dir. Onlardan biri NO ilə reaksiya daxil olur. Bax, görürsünüz, bax bu hissəni. NO ilə reaksiya daxil olan burada oksigendir. Deməli, Y oldu oksigen. Y oksigendirsə, NO ilə reaksiya daxil olanda əmələ gəlir NO2. Deməli, X oldu NO2. X-in yerinə NO2 qoysaq, NO2 su və oksigen ilə reaksiya daxil olanda, Y-də oksigen demişdik, HNO3 əmələ gətirirdi. Onda X-i Y tapmışamızsa Z olacaq kuprim O. Çünki X-dən Y tapdımızsa bir dənə qalır Z kuprim O eləyəcək. O da olacaq mis-2 oksiddir, yalnız Z. A variantı. 64 də bunun kimi sizin olsun. 65-i həll eləyək. Deməli, nömrə 65. 3 mol X maddəsi parçalanıb birində. Digərində amma 2 mol Y maddəsi parçalanıb. Qaz 7,5, 7,5. Bərk maddə birində 3 mol, birində isə 1 mol əmələ gəlib. Fikir verirsinizsə, bax, kuprim NO2 ilə sink NO2-nin parçalanmaları eyni məhsullar verməlidir. Xrom 2O3-də xrom 3 nitratın da parçalanmasında duz, su, daha doğrusu oksid, NO2 bir də oksigen əmələ gələcək. Birinci kalsiyummuş, mən düzgün görmədim, üzrlü sayın, mis gördüm. Yaxşı, bunların hamısı reaksiyasını yazaq, birinci ən yaxşısı. Kuprim NO2-ni parçalasaq, yenə kuprim dedim, üzrlü sayın. Yorğunluqdan deyəqin. Kalsiyum NO3-2-ni parçalayanda əmələ gəlir kalsiyum NO2, 2 və O2. Burada tənliyən əmsallarına ehtiyac yoxdur. İkinci maddə sink NO3-2-ni parçalasaq, sink NO3-2 parçalananda əmələ gəlir sink O, NO2 və O2. Burada sink O2 yazmalıydıq. Burada 2, NO2-yə 4 düşəcək. Üçüncü parçalanma xrom NO3, 3. Xrom 3 valentli olacaq. Xrom 2 O3, NO2 və O2. Tənliyəm sadlaşdırsaq, xrom 2 O3 oksigen tək olduğuna görə hələli bura bir 2 yazaq. Bura bir 4 düşəcək. 12 azot yaranırsa belə bir 12 yazırıq. Gəlin, bunlar rəqəmlərin başqa rəngdə yazsam, deməli. Oksigen tək olduğuna görə bura 2 yazdım. Xroma 4 düşdü. 12 də azot. Oksigenlərin sayı 36 soldadır. 24. Bu da 6. 30. 36 eləmək üçün burada bir 3 yazdıq. Yəqin düz olar. Dördüncü natrium NO3-ün parçalanmasıdırsa, dördüncü natrium NO3-ün parçalanmasından əmələ gəlir. Natrium NO2 və O2. 2 mol, burada 2 mol tənliyi bərabərləşəcək. Deməli, 7,5 mol qaz əmələ gəlib. 7,5 mol qaz əmələ gəlib. X-da bir də Y-də. X-in parçalanmasından X 3 mol parçalanıb, 3 molda bərk maddə yaranıb. Demək, parçalananla əmələ gələn bərk maddə eyni olan harda var? Eyni olan harda var? Baxın, məsələn, 2 mol duz parçalanıb, 2 molda bərk maddə əmələ gəlib. Bir-birinə bərabərdir. Burada 2 mol, daha da 1 mol duz parçalanıb, 1 molda bərk maddə əmələ gəlib. Üçüncüdə xrom NO3 4 moldur, amma bərk maddə 2 moldur. 2 mol natrium NO3, amma bu da bir-birinə bərabərdir. Parçalanan bərk maddə yenə bir-birinə bərabərdir, amma oksigenin də, alınan qazın da mənası var. Qaz da 7,5 mol olub. 7,5 mol qaz. İndi, əgər birinci reaksiyamızda parçalanan maddəyə 3 mol yazsaq, 1 moldan 1 mol, 3 moldan da 3 mol bərk maddə yaranacaq. 1 mol oksigen yaransa, 1 mol da oksigen yaranacaq qaz. Burada 7,5 qaz deyə bir şey görmədik. 3 moldan 1 mol qazandı. Yəni, bu deyilmiş. Sonra biz hələ ki parçalanan bərk kütləyinə, əmələ gələn bərk kütlənin
bərabər olduğu X maddəsini axtarırıq. Bax, bu hissəni. 3 mol bərk maddə parçalansın. Məsələn, bu sink NO2-yə 3 yazsaq, özü 2 moldur. 2 moldan 2 mol sink oksid yaranırsa, 3 moldan da 3 mol yaranacaq. Bu, bərk maddələri ödəyir. Qalıb qazların əmsalı miqdarını tapmaq. 4 ilə 1-in cəmi 5 eləyir. İndi baxaq, 2-dən 5 yaransa, 3-dən nə qədər yaranar? 3, 5-in 15, 2-yə böləndə olacaq 7,5. Demək, bu şərtimizi ödədi. Bu ikinci maddə X maddəsinə aid olacaq. X maddəsi 2 ola bilər. Bax, bunları tapdıq. Onda yəqin ki 4 bura aid deyil. Çünki 4 X-in aşağısında yoxdur. Növbəti misalımızda isə 2 mol maddə parçalanıb. Deməli, 2-ni buradan silək. Bu bizə lazımdır. Artıq bunu tapmışıq. 2 mol maddə parçalandı. 1 mol bərk maddə əmələ gəlibsə, Y üçün baxın. 2-dən düşüb 1-ə bərk maddə. Daha doğrusu 2 mol Y parçalandı. 1 mol bərk maddə əmələ gəlib. Burada 1 ola bilməz. Çünki burada 1 moldan 1 mol alınır. Bunu da buradan sildik. Bizə lazım olmadı. Qaldı 2 mol. Burada da yenə sonuncu maddədə natrium NO3-ün parçalanmasından parçalanan molundan əmələ gələn mol eynidir. Demək, bu da olmayacaq. Bunu da silək. Yəqin ki 4 qalacaq. 4-ü dəqiqləşdirmək üçün eləyək. 3 qaldı daha doğrusu. 2 mol bərk maddə parçalananda yazım üzərinə 2 mol, özü amma 4 moldur. 4 molda neçə mol bərk maddə əmələ gəlib? 2 mol. Onda 2 moldan da əmələ gələn bərk maddə eləcə 1 mol. Bu da həqiqətən 1 mol bərk maddə əmələ gəlib. Qazın 7,5 olmasını dəqiqləşdirək. 12 ilə 3-ün cəmi eləyir 15. Demək, 4 moldan 15 yaranırsa, 2 moldan da yarısı, yəni 7,5 yaranacaq. Deməli, bu da şərti ödəyici cavab olacaq A variantı. Belə 66-cı misal ferium NO3 üçün parçalanma tənliyi verilib. Məncə bunu yaza bilərik. Z-in molekulunda 3 dənə atom verilibsə, bu sadə olacaq sizin üçün. 67 də onun kimidir. 68 X və N-i müəyyən edin. 68-ə baxaq. Deməli, X, NO3, N-i parçalayıblar 68-də. Parçalama tənliyi verilib. X, NO3, N. Əmsalını da bilmirik, elementə tanımırıq. Parçalanmasına amma 3 maddə əmələ gəlib. Deməli, 3 maddənin biri Y, o biri Z, o biri də T. Y-in natriumla reaksiyası birləşmə reaksiyasıdır. Burada da metallar verilib. Civə, natrium, hidrogen, litium. Bir də gümüş. Neyiniyək? T-nin natriumla reaksiyası əvəzləmində baxaq. Burada 3 maddə əmələ gəlibsə, 3 maddənin əmələ gəlməsi qüvvətli metallara aid deyil. C-ni buradan çıxa bilərik. Yerdə qaldı gümüş, civə, hidrogen, bir də litium. Məsələn, gümüş nitratı parçalasaq, gümüş NO3-ü parçalasaq. Əmələ gəlir gümüş, NO2 və oksigen. Y-in natriumla reaksiyası birləşmə reaksiyasıdır. Məsələn, oksigen ola bilər bu. Y oksigen natriumla birləşməyə gedər, tutaq ki. T-nin natriumla reaksiyası əvəz etmə reaksiyasıdır. Buradakı maddələrdən natriumla reaksiya edən maddə yoxdur. Deməli, maddə argentium NO3 də deyilmiş. İndi argentium NO3 deyil, civə NO3 də yazsaq. Civə NO2 o əmələ gələcək. Buradakı maddələrin heç biri natriumla əvəz etməyə getməyəcək. Hidrogen qoysaq X-in yerinə HNO3. Parçalasaq, H1 variantı deyə ona görə HNO3 yazım, bir dəfə N-i tez qalmadı. Buradan əmələ gəlir su, NO2 və O2. İndi Y natriumdan birləşməyə gedirsə, Y oksigen isə natriumdan birləşər, bu düz. T-nin natriumla reaksiyası əvəz etmədirsə, bu su ola bilər. Çünki su ilə natrium H2 əvəz etməyə gedir. Z-in natriumla reaksiyası disproporsiyadır. Doğrudur, bu NO2 Z maddəsidirsə, azotun oksidləri dərsində var idi. NO2-nin natrium hidroksidlə reaksiya aparanda əmələ gəlirdi. Natrium NO3, natrium NO2 və su. Burada azot müsbət 4-dən bir dəfə gəlib müsbət 5 olurdu, bir dəfə gəlib müsbət 3 olurdu. Yəni bu disproporsiyadır, bu doğrudur. Cavab ilə D variantı eləyəcək.
Özdə n də 1-ə bərabərdir. Yəni H-ın valentliyi 1-dir. 69 sizə qalsın. 70-də buna oxşar misal məncə yazmışdım. Qalsın sizə. 71 də eyni il danışdığımız misallara aiddir. O da sizə qalsın. 72 2A mol X neçə qram natrium OH-la reaksiya daxil olar? 70-də kuprium NO2-nin parçalanmasını yazmalıyıq. Deməli, kuprium NO3 2-nin parçalanmasından kuprium O NO2 bir də O2 əmələ gəlir. Misalların ehtiyac yoxdur. 2A mol X maddəsi neçə qram natrium OH-la reaksiya daxil olar? Bunların içərisindən natrium OH-la reaksiya daxil olan maddə NO2-dir. Oksigen də getməz, kuprium O əsası oksidi getməz. NO2-nin də natrium OH-la reaksiyasını yuxarıda yazmışıq. Bir də yazaq. NO2 plus natrium OH əmələ gəlirdi natrium NO3, natrium NO2 və su. Bu tənliyi əmsallaşdırmaq üçün natriumlar 2 dənə varsa buraya 2 qoysaq, NO2-yə də 2 yazsaq, tənliyi bərabərləşir. 2A mol X, yəni NO2. 2A mol özü isə 2 moldur. Neçə qram natrium OH-la reaksiya daxil olar? X qram özü də olacaq 2 vurulsun 40. Buradan X-i tapacaqsınız. X neçə eləyər? Demək, 2-lər gedəndə X bərabər olacaq 80A-ya. 73-cü misal ferium NO3 üçün parçalanmasıdır. Ferium 2O3 NO2 bir də oksigen əmələ gəlir. Əmsallaşdırmaq üçün işi sadə misaldır. Maqnezium NO2-nin parçalanmasından maqnezium O NO2 bir də O2 yaranır. Hansının turşu ilə, hansının qələv ilə getdiyini məncə bilirik, tapa bilərsiniz. Bu da sadədir. Eyni reaksiya 75-ə də aiddir, qalsın sizə. 76-nı yazaq. 76. Buna oxşar misal qabaqda yazdıq. Nitrat turşunun duzu verilib, molları N verilib, parçalanmasından NO2 bir də oksigenin həcmlərini göstəriblərsə, NO2-nin yarandığı qüvvətli metallarda yox idi bu. Kaliumdan hindən natriumu çıxarır, qalar A, C, D variantı. A ilə D variantlarının parçalanması oxşardır deyə birinci onlardan birini yazıram. Məsələn, kuprium NO3 2-nin parçalanmasını yazıram. Buradan əmələ gəlir kuprium O, NO2 və O2. Bura 2 qoysaq, bunlara da 2 yazsaq, NO2-yə də 4 tənliyi bərabərləşir. Kuprium NO2-də N-ə 2 veriblər, yəni mol 2-dir. Bura yazıram, bax, 2, elə özü də burada 2 moldur. Əmələ gələn NO2 4 moldur, bax, görürsünüz. Yenə bu 4 moldur, doğrudur. Oksigen də 1 Na, yəni 1 moldur. Yəni, kuprium NO2 bu şərti ödəyir. 2 də düz gəldi. Amma D variantında 3 mol veriblər. Yəni, bu səhv olacaq. Yəqin şey də uyğun gəlməz. Cavab elə olacaq A variantı. 77 sizin, 78 də sizin sadədir. 79 da eyni onu kimi. Alüminium nitratın termiki parçalanmasında yazaq 78, 80-i. Bir də belə misal yazaq. Bundan məncə yazmamışdıq. Alüminium nitratın parçalanması. Alüminium NO3 3. Parçalansa əmələ gəlirdi. Alüminiumun oksidi NO2 və O2 qazı. Bunu əmsallaşdırmaq üçün sağda oksigen alüminium 2O3 isə tək olduğuna görə bura bir 2 yazsaq, 4 alüminium yaranacaq. 12 azot oldu sol tərəfdə. Onda yazaraq bura bir 12. Oksigen 3 üçün 9, 4-ə vuranda 36 soldadırsa, 2 üçün 6-sı burada var, 24-ü burada var, 30, 36 eləmək üçün burada bir 3 yazırıq, tənliyi bərabərləşir. Belə. Mol sayı ən çox olan X-dirsə, onda bu NO2, çünki 12 moldur. Ən az olan Z-dirsə, onda bu da alüminium 2O3-dür. 2 moldur. Oksigen də 3 mol ortada qalacaq, bu da olsun Y. X maddəsini müəyyənləşdirin, artıq onu müəyyənləşdirdiyi oldu. X maddəsi NO2. 81-ci misalda məncə bunu rahatlıqla həll edə bilərsiniz.
Hansı halda məhsula doğrudur? Qalsın sizə parçalanma reaksiyasıdır. Bunlar da sadə suallardır. 85 parçalanma reaksiyasını yazıb ortaq maddələr götürəcəksiniz. 86-da kuprium, yəqin kupriumdur bu. Parçalanma qrafikinə əsasən doğru ifadələri müəyyən edin. Burada kalium NO3 var, kuprium NO2 də var. Yaxşı, hər ikisinin parçalanma tənliyini yazaq. 86. Kalium NO3-ün parçalanma tənliyini yazsaq, kalium NO3 parçalananda əmələ gətirir kalium NO2, qüvvətli metalların parçalanma tənliyi belə idi. 2 mol, bu da 2 mol tənliyi düzəlir. İkinci kuprium NO3 2-nin parçalanmasıdır. Yəqin kupriumdur da, hə? Doğru, hə? Pis görsənir. Buradan əmələ gəlirdi kuprium O, NO2 və O2. Kuprium O oksigen təkdir 2 yazsaq, burada bir 2 qoysaq, burada bir 4 qoyuruq, tənliyi bərabərləşir. NO2 əmələ gəlib 4 mol. Görürsünüz, NO2 ancaq burada yaranıb. Bura bir 4 mol yazıb, özü də 4 moldur görürük. Onda kuprium NO2 2-nin əmsalı 2-dirsə, 4-də 2 olanda bu 4 molun da yaranmasına 2 mol kuprium NO2 sərf olacaq. Demək, kuprium NO2-nin 2 mol olduğunu tapdıq. Oksigen 3 mol əmələ gəlib. İkisi bildirdi, 3 mol oksigen əmələ gəlib. Onda bu kuprium NO2-nin molunu artıq bilirik. Hələ NO2-ni də bilirik. Burada taparıq oksigen nə qədərdir, bax. 4 moldan 1 mol oksigen yaranırsa reaksiyada, elə bu 4 moldan da 1 mol yaranacaq. Amma cəmi 3 mol oksigen verib deyə, yerdə qaldı 2 mol oksigen, bu da birinci reaksiyaya aid olacaq. 2 mol, özü də burada 1 moldur. Onda 1 mol kalium NO3-ün, daha doğrusu 1 mol oksigen üçün 2 mol kalium NO3 parçalanıbsa, 2 mol oksigenin yaranması üçün 4 mol kalium NO3 parçalanacaq. Cavab nə oldu? Kalium NO3 4 mol oldu, kuprium NO2 də 2 mol oldu. İlkin qarışıq 6 moldur, bəli. 4 biri də 6 biri, 2 biridir, cəmi eləcək 6. Bu düz, 4-ün 2-nin cəmi. 2 mol kalium NO3 səhv oldu. 2 mol kuprium NO2 bu düzdür. 4 mol metal oksidi alınıb. Metal oksidi 4 mol alınıb. Onu da tapaq. Buradan tapa bilərik metal oksidini. Bunları silsək. Metal oksid burada 2 mol əmələ gəlib. 4-də 2-dirsə, onda da bu 4-də də 2 eləyəcəksə, onda metal oksid 4 mol olmadı. 6 mol bərk halda maddə əmələ gələcək. 6 mol bərk maddə. Deməli, bərk maddəmiz hansılardır, onlara da baxaq. Bərk maddəmiz kalium NO2, yəni duz, bir də kuprium O-dur. Kuprium O-nu 2 mol tapmışıq. Kalium NO2 molunu tapaq. Demək, 2 moldan 2 mol əmələ gəlsə, 4 moldan da 4 mol əmələ gələcək. 4-dən də 2-nin cəmi yenə 6 eləyəcək. Deməli, 5 doğru cavab oldu. İlkin qarışıq doğru cavab oldu. 2 mol kalium NO2 səhv oldu. 2 mol kuprium NO2 doğru oldu. Cavab oldu 1, 3, 5. 87-ci misal da eyni bu misaldır. Orada şəkil verir, bu da şəkilsiz verirlər. Onu sözü əldə edərsiniz. 89-da nitrat kuprium NO3-ün parçalanması qrafiki verilib. Qrafik əsasən alınan NO2-nin həcmini hesablayın. NO2-nin həcmini hesablayaq yaxşı. Deməli, 89-cu misalı deyirdi. Nömrə 89. Kuprium NO2 duzunun termiki parçalanması. Kuprium NO3 2-nin parçalanmasından alınır da kuprium O, NO2 və O2. Əmsallaşdıranda orada oksigen təşkisə bura bir 2 yazırdıq. 2 də kuprium NO2 2-yə, 4 də NO2 yazanda tənliyi bərabərləşir. Burada molu ən çox olan NO2-dir. Molu ən az olan oksigendir. Ortada qalan 0,14 yəqin kuprium O-nu göstərir. Deməli, 0,13 mol kuprium O əmələ gəlib. Özü də burada 2 moldur. NO2-nin həcmini tapın. NO2 yazıram bir x litir. Bu da olacaq 4 vurulsun 22,4. Tənasüb yarandı. 2 ilə 4 keçsə burada qalacaq 2.
olacaq 44,8-i də 3-ə vuranda x eləyər 44 13 tam %44 litr. Deməli 44,8-i 3-ə vurdu. 3-də 12 eləyər doğru cavab olacaq 13 tam %44. 90-cı misala da baxaq. Yax, maraqlı misala oxşuyur. Magnezium NO2-nin parçalanma qrafik verilir. Magnezium NO3 parçalansa olacaq magnezium oksid, NO2 və O2. Yenə də magnezium oksidi oksigen tək olduğuna görə bura bir 2 yazırıq. 2 də magnezium oksidə, 4 də düşür NO2-yə. Deməli, magnezium NO2 74 qram imiş, gəlib olub 37 qram. 74-dən 37-yə düşmək neçə qram reaksiya? 37 qram reaksiya girmək deməkdir. Deməli, 74 başlanğıcı idi, 37-si qalıbsa elə 37-si də reaksiya daxil olub. Buraya yazılır bir 37 qram. Deyir ki, duzun termiki parçalanması zamanı magnezium NO2-nin kütləsinin zamanına asılı qraf verilmişdir. Tabir anında alınan qaz qarışığın həcmi. Sadə misal imiş. Alınan qaz qarışığın həcmi, bura bir x litr yazsaq, bu da olacaq 5 vurulsun 22,4. Çünki 1 mol NO2 var, 4 mol NO2 var, 1 mol oksigen var. Bu da olacaq 2 vurulsun. Magnezium nitratın molyar kütləsini tapaq. Magnezium 24, NO3 62 eləyir. 62-ni 2-ə vuranda 124. Bu da olacaq 148. 2 vurulsun 148. Tənasüb yarandı. Məncə 37 ilə 148 aşağıda 4 qalacaq. 22,4-dən 2 getsə burada qalacaq 11,2. Lazımsızları silin buradan. 11,2 qaldı. 11,2 də 4 ilə ixtisar getsə qalacaq 2,8. 5-i də 2,8-ə vuranda eləyəcək 14 litr. 91. Sink NO2 duzunun parçalanması qrafikinə əsasən Z maddəsinin alındığı anda neçə qram Y maddəsi alınar? 91-də qalmışdıq. Sink NO2 duzunun parçalanmasını yazsaq, sink NO3 parçalananda eləyir sink oksid, NO2 və O2. Deməli, əmsallarında oksigen tək olduğuna görə bura bir 2 düşər, burada bir 2, 4 də düşəcək NO2-yə. Mol sayı ən çox olan Z-dirsə, bu NO2 onda Z-i göstərir, 4 moldur. Molu ən az olan X-dirsə, oksigeni göstərir, onda bu da olacaq Y, sinko. Deməli, qrafik əsasən 18,4 qram Z maddəsi alındıqdır. Z maddəsi NO2 idisə, yazaq üzərindən 18,4 qram. Yəqin aşağıda olacaq 4 vurulsun 46. Neçə qram Y maddəsi? Y maddəsi də sink O idi. Bax, buraya yazmışdım. Bura bir Y rəqə yazaq, eybi yox. Bu da olacaq 2 vurulsun sink O-nun emiri 81-dir. 184, elə burada da eləyir 4, bu da 184 eləyir. Bunlar ixtisar götürsə aşağıda qalacaq 10. 2-ni 81-ə vuranda 162 eləyəcək. 10-a da böləndə olacaq 16,2. Deməli, növbəti misalımız 92-ci misaldır. Ferium NO3 üçün parçalanma tənliyidir. Adəm sallaşdırma olacaq. Məncə bunlar sizdə qalsın hər üçü. 98-ci misala baxaq. Nömrə 98. Deməli, MnO3 duzu parçalanıb. MnO3 parçalanmasından metal oksidə əmələ gəlib. Demək, orta qüvvətli ya da ki, mislə daxiliymiş bura. Alınacaq MO, NO2 və O2. Əmsallaşdırırsaq, yenə oksigen burada tək olduğuna görə bura bir 2 yazarıq. M-yə də 2 düşəcək, 4 də NO2-yə. Demək, deyir ki, metal oksidinin
kütləsi 20 qram imiş. Bax, MO oldu 20 qram. Yazdım üzərinə 20 qram. Aşağıda metalı tanımıram yazmaq, amma kömək üçün verib ki, MO-da metalın kütlə payı 80%-dir. Deməli, bura bir MO yazıram. Metal 80%-dirsə, onda belə çıxır ki, oksigen də olacaq burada 20%, cəmi 100 eləməlidir. Metalı tanımıram, burada X qoydum, oksigen də oldu 16. Tənasüb qursan, X bərabər olacaq, 20 ilə 80 burada 4 qalacaq, 4-dən 16-ya vuranda olacaq 24. Deməli, metalın nisbi atom kütləsi 24 demişsə, onda bu olacaq 2 vurulsun 40. Yəni, metal artıq bildim ki, 24-dür. Yəni, maqneziumdur, onsuz da bunu bildik, 24 olduğundan. MR-i tapdıq, oldu 40. Yəni, 24-16-nın cəmi nə soruşur? Ayrılan qazların ümumi həcmin, yəni bunların ikisinin birlikdə həcmini soruşursa, bura bir X litr yazsaq, aşağıda olacaq 5 vurulsun 22,4. 5 niyə yazdıq? Çünki 4 mol NO2, 1 mol oksigen var. 40 ilə 20 getsə, burada qalacaq 2. 22,14-dən 2-ni aparsaq, qalar 11,2. 5, 11, 12-yə vuranda eləyir 56. 2 burada qalmışdı. 2x bərabərdir 56 eləsə, x eləyəcək 28 litr qarışığın həcmi. Belə. 96 eyni misalda sizə qalsın. 97-ni izah etməyin. Çünki buna aid qaydanın içərisində danışmışdıq ki, oksidləşdirici neçə faiz reduksiya olunur. Bütün o metalların reaksiyasında izah etmişdim məncə. O qalsın sizə. 98-ci misalı yazaq. Nömrə 98. Maqnezium nitrat və maqnezium 81 qram maqneziumdan ibarət qarışıq. Maqnezium nitrat olsun maqnezium NO3 və 81 qram maqneziumdan ibarət qarışıq. Maqnezium verilib 81 qram. Qarışıq qapalı qabıda oksigen mühitində közərdildi. Közərdəndə birinci maqnezium nitrat parçalanacaq. Olacaq maqnezium oksid, NO2 və O2. Oksigen mühitində közərdəndə isə maqnezium oksigenlə reaksiya daxil olacaq, əmələ gətirəcək maqnezium oksid. Tənliklərin hamısını əmsallaşdıraq. Oksigen tərkdirsə bura bir 2 qoyarıq. Burada 2, 4 də NO2-yə düşəcək. Bunda da 2 və 2 əmsallar olacaq. Közətdilər, reaksiyanın sonunda alınan bərk qalığın kütləsi. Reaksiyanın sonunda alınan bərk qalığın kütləsi maqnezium O və bu maqnezium O-nun cəmi olacaq. Çünki NO2 qazda uçub gedəcək, oksigen də uçub gedəcək. Deməli, maqnezium NO3-ün kütləsi bizə əvvəldən verilməyib. Deyir ki, qarışıqda neçə qram maqnezium nitrat olmuşdur. Onun üçün maqnezium nitrata bir x qram yazıram. Özü isə olacaq 2 vurulsun və maqnezium 24-dür, NO3 62-dir. Düz deyirəm də, 62-ni də 2-yə vuranda olacaq 62. Bir dəqiqə dəqiq olsun, sonra rəqəmlər NO3 62, 2-yə vuranda 124. 124, bu da olacaq 100, nə qədər? 48. 2 vurulsun 148. Bunu bildik. Maqnezium özü də olacaq, burada 2 vurulsun 24. Bizə deyirdi ki, reaksiyadan alınan bərk qalığın kütləsi. Reaksiyadan alınan bərk qalığın kütləsi maqnezium oksidlərin kütlələrinin cəmidirsə, belə birinci aşağıdan tapa bilərəm də maqnezium oksid nə qədərdir? 2 vurulsun 40. Bura bir dənə A qram yazsam, tənasüb qursam, A-nı buradan tapmaq olar. Demək, A bərabərdir. 81-i vuracaq, 2 vurulsun 40-a. Demə, neyini? Onda bu 2-ləri buradan ixtisar aparaq. 24-dən də 40-a aparaq 2-yə. 4-ə aparaq, daha doğrusu. 4-ə ixtisar aparsaq, burada qalacaq. 8-ə də ixtisar apara bilər. Yəni, burada qalsın 3, 8-ə aparanda burada qalacaq 5. 81 3-ə bölünər. 17 eləyir, deyəsən. 17 yox, 17 yox. Bir dəqiqə. 81-i 3-ə böləndə 27. Demək, 2 üçün 6,
21, 27 eləyəcək. 27, 27-ni də vuracaq 5-ə. 27-ni 5-ə vursaq 100 oldu, 135. Demək, 135 qram maqnezium oksidi ikinci reaksiyadan alındı. Birinci reaksiyadan yazaq 2 vurulsun, maqnezium oksidi 40-dır. Burada bir Y qram yazaq. Y-in nə qədər olduğunu tapaq. Y-i x-dən ifadə edəcək yəqin ki. Y bərabər olacaq. 2-lər gedəcək ixtisar. Olacaq 40x bölünsün 148. 140x-dan 148-i bir dənə görə nəyə ixtisar apara bilərik? Sən 4-ə ixtisar aparsaq, görsən 4-ə gedərlər, getməz. 2-yə ixtisar aparmaq olar. Olacaq 20x bölünsün 74. Bu oldu Y-in kütləsi. Bu da 135 qram maqnezium oksidin kütləsi. Bizə deyir ki, baxın, reaksiyadan alınan, reaksiyanın sonundakı bərk qalığın kütləsi. Reaksiyanın sonundakı bərk qalığın kütləsi 135-dən 20x bölünsün 74-ün cəmi deməkdir. Demək, yazıram 135 üstə gəlinsin 20x bölünsün 74. Bu bərk qalığın kütləsi sonradan yaranandır. Başlanğıcında kütləsi x ilə 81-in cəmidir. Olacaq x üstə gəlinsin 81. Ona bərabərdir deyildi. Bu tənliyi həll edib x-i tapmaq lazımdır. Hesablamalar biraz kalkulatorluqdur. Yazıb hesablayıb cavabı deyərəm indi. Əvvəlcə 74-dən azad olmaq üçün hamısını 74-də vuraq. 135-i vursaq 74-də 135 74-də vurduq. 9990. 9990 çox maraqlı rəqəm alındı. Üstə gəlinsin 20x, üstə gəlinsin 74-də vuranda 70 bir dəqiqə, üstə gəl yox. Bərabərdir. 74x plus 81-də 74-də vursaq 81 vurulsun 74. 5994. 5994. 20x-dən 74x eləyəcək 54x bərabərdir. 9999-dan 9990-dan çıxmalıyıq. 5994-dür. 5994. Qalır 3996. Onu da 54-də bölsək, bölünsün 54. Cavab eləyəcək 74. Və nömrə 99. Bana da baxaq. Naməlum nitrat duzunun kütləsi 82 qramdır. Tam parçalanmasından yalnız bir qaz, bir də bərk maddə əmələ gəlir. Bir qaz, bir bərk maddə əmələ gətirən litiumu çıxmaq şərti ilə qalan qüvvətli metallar idi. O qüvvətli metalların içərisində bir valentli də var idi, iki valentli də var idi. Fərz eləyək bir valentli metal imiş. XNO3 elə bir valentli sonda ehtiyac yoxdur mötərciyə. XNO2 imiş, tutaq ki, parçalansı olacaq onda XNO2 üstə gəlinsin O2. 2 mol, bir də 2 mol tənliyi bərabərləşir. Amma ola bilsin 2 valentli metal imiş. Onda yazaq onu belə Y ilə göstərək. Belə YNO2 NO2 daha doğrusu. Yəni kalsium və ya da barium imiş ola bilsin. Onda buradan alınacaq NO2 2 və O2. İkinci reaksiya əmsallarında ehtiyac yoxdur. Qarışıq, daha da duz 82 qram imiş. Hər iki maddə üçün bunu təyin eləməyə çalışacağıq ki, hansı imiş maddə? 82 qramdır. Bu olacaq onda demək, yalnız bir qaz əmələ gəlib 11,2 litr. 11,2 litr qaz, yəni yarım mol. Yarım mol deməkdir ki, bu 16 qram imiş. Oksigenin yarısı. Başlanğıcda 82 qram imişsə, onda belə çıxır ki, qalan duza düşən kütlə nə qədər eləyəcək? 82-dən çıxanda 16-na qalacaq 50, 70, 56, hə? Baxaq, 66 daha doğrusu. 66 qram qalacaq. Onda bu olsun X2 vurulsun X plus NO2 46-ya bərabərdir.
Oksigen də 32-dir. Hər ikisini də tənliyə həll edəcəksiniz. Eləyəcək daha doğrusu 32. Bu da olacaq Y plus NO2 46 2 vuranda olacaq 92. Bu da yenə 82-dən 16 qalır yerdə 66. Hansında cavab alınsa demək metalı elə tapacağıq buradan. 16-dan 32 getsə burada qalacaq 2. 2 ilə də 2 getsə x plus 46 bərabər oldu 66-ya. X bərabər oldu 20. İkincidə 16 32 ilə getsə burada qalacaq 2. Onda olacaq y plus 92 bərabərdir. 66-nı 2-yə vuranda olacaq 132. Y də olacaq 40. Aydın məsələdir. Metalların içərisində nisbi atom kütləsi 20 olan metal yoxdur. Cavab onda neçə olacaq? 40. Bu da oldu kalsiyum. 99, 100 bunlar, 99'a baxdıq. 100, 101 adi parçalanma reaksiyalarıdır. Bunlar sizə qalsın. 102, 103 də onun kimi. 104 NH4 NO2-dən kalium NO3-ün parçalanma tənliyinin alınan məhsulları eyilir Venn diaqrama yığacaqsınız. Bunlar da adi parçalanma reaksiyalarıdır. Demirəm bunları. Bəsit mürəkkəb alınan parçalanma reaksiyası da sizə qalsın. Məncə bu suallar artıq qaldı sizə. Sadə suallardır. Növbəti dərsdə ətraflı yazılı cavab edən tapşırıqlara baxarıq.